Rusiyada əmək miqrasiyası sahəsində nəzarətin gücləndirilməsi istiqamətində yeni qanunvericilik təşəbbüsləri müzakirə olunur. Belə ki, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə 2025-ci ildə xarici vətəndaşlar tərəfindən ölkədə əmək fəaliyyəti üçün 2,3 milyon patent rəsmiləşdirilib ki, bu da 24-cü illə müqayisədə 9% çoxdur. Patent alan hər bir şəxs qanunvericiliyə uyğun olaraq gəlir vergisi üzrə avans ödənişi edib və nəticədə dövlət büdcəsinə ümumilikdə 172 milyard rubl daxil olub. Bu göstərici əvvəlki ilə müqayisədə 39% artım deməkdir. Ən yüksək ödənişlər Moskva, Sankt-Peterburg, Tatarstan Respublikası, Moskva vilayəti, Leningrad və Sverdlovsk vilayətlərində qeydə alınıbdır. Rəsmi qurumlar bu artımı əmək miqrasiyasının kölgə iqtisadiyyatından çıxarılması ilə əlaqələndirirlər və bildirilir ki, buna 2024-cü ildən etibarən bu sayədə qəbul edilmiş 22 federal qanunda təsir göstərib. Hazırda Dövlət Dumasında miqrasiya siyasətinin daha da sərtləşdirilməsi nəzərdə tutan təşəbbüslər müzakirə olunur. Təkliflərə əsasən əmək miqrantları özlərini və Rusiyada yaşayan ailə üzvlərini yaşadıkları region üzrə müəyyən edilmiş yaşayış minimum səviyyəsində təmin etməlidirlər. Bundan başqa hər bir ailə üzvü üçün sabit avans ödənişinin tətbiqi də nəzərdə tutulur. Bu tələblər yerinə yetirilmədiyi halda patent və ya iş icazəsi verilməyəcək və ya qüvvədən düşəcək ki, bu da miqrantın ölkədə qalma müddətinin qısalmasına səbəb ola bilər. Vergi orqanları və Daxili İşlər Nazirliyi isə miqrantların real gəlirlərinin olub-olmamasını yoxlamaq öhdəliyi daşıyacaq. Digər bir təklifə görə əmək fəaliyyəti məqsədi ilə Rusiyada yaşayan xarici vətəndaşların övladları 18 yaşına çatdıqdan sonra 30 gün ərzində ölkəni tərk etməlidirlər. Həmçinin müvəqqəti yaşamaq icazəsi və ya daimi yaşayış icazəsi alan miqrantlar üçün də yeni tələblər irəli sürülür. Belə ki, əgər xarici vətəndaş bir il ərzində 10 aydan az müddət işləyibsə, həmin status ona verilməyə və ya sonradan ləğv oluna bilər. Rusiya hakimiyyəti hesab edir ki, bu tədbirlər əmək miqrantları, onların ailələri və gəlirləri üzərində nəzarəti genişləndirəcək və qeyri-qanuni miqrasiyaya qarşı mübarizəni gücləndirəcək. Ekspertlərin fikrincə təklif olunan dəyişikliklər Rusiyada yaşayan və işləyən Azərbaycan vətəndaşlarına da təsirsiz ötüşməyəcək və bu ölkədə çalışan Azərbaycanlı miqrantların rəsmi əmək münasibətlərinin rəsmiləşdirilməsi, sabit gəlir göstərməsi və vergi ödənişlərinin vaxtında aparılması daha böyük əhəmiyyət daşıyacaq.